Bəli, Səs qəzeti artıq 35 ildir ki, işıq görür və mən deyərdim ki, bu qəzet Azərbaycan müstəqilliyinin xəbərçisi olub. Yəni, ilk qaranquşlardan olub ki, müstəqilliyin müjdəsini gətirən qaranquşlardan olub və bu Səs qəzeti elə təlatümlü vaxtlarda ortaya gəlib ki, bilirsiniz ki, o dövrdə söz deməyə ehtiyac vardı və ehtiyac duyulurdu. Belə bir dönəmdə, yəni mürəkkəb bir dövrdə Azərbaycan dövləti və Azərbaycan xalqı çətin sınaqlarda olan bir dövrdə Səs qəzeti meydana gəlib. Yəni 91-ci il 11 yanvardan nəşr olmasına baxmayaraq, amma Səs qəzeti 90-cı ilin noyabrında qeydiyyatdan keçib və ən nəhayət 91-ci ildən fəaliyyətə başlayıb və başladığı dövrdən də Azərbaycan dövlətçilik uğrunda mübarizə aparıb. Və bugün artıq Səs qəzeti böyük bir məktəb yaratmış bir qəzet kimi tarixə gömülüb, belə deyək, tarixdə öz yerini tutub və eyni zamanda Ulu Öndərin sevdiyi qəzet kimi Səs qəzeti tanınır və Heydər Əliyevin qəzeti kimi bu formada analiz olunur həmişə. Nəyə görə? Ona görə ki, Səs qəzeti Heydər Əliyevin ideyalarının daşıyıcısı və o cümlədən Ulu Öndərin Səs qəzeti vasitəsilə bütün Azərbaycan xalqına müraciətləri, fikirləri o dövr üçün, yəni hələ 90-cı illərin əvvəllərində, yəni 92-ci ildə, 91-ci ildə, 93-cü ildə hələ Yeni Azərbaycan Partiyası yaranmamışdan Ulu Öndər Heydər Əliyevin bütün planlarını xalqa çatdıran qəzet missiyasını yerinə yetiribdir. Və ona görə də Ulu Öndərimiz həmişə Səs qəzetinə mənim doğma qəzetim deyirdi, mənim qəzetim deyirdi və bu formada da qəzet fəaliyyətini davam elətdirib. Mən bir epizodu deyim ki, indi 35 illik yubiley olduğuna görə qeyd edirəm. Ulu Öndərimiz dəfələrlə Səs qəzeti haqqında öz fikirlərini söyləyib. Yeni Azərbaycan Partiyasının 2 illik yaşında, 2 yaşında, 5 illik yubileyində, 10 illik yubileyində, sonra şəhər gəzintilərində Səs qəzeti haqqında və köşklərdə hətta Səs qəzetinin soruşması böyük bir, deyərdim ki, o dövr üçün maraqlı sensasiya da olurdu ki, Ulu Öndər Heydər Əliyev, məsələn, bir köşkdən Səs qəzetini soruşdu və yaxud da başqa bir şəhər gəzintisində yadımdadır, Sahil metrosunun, deyəsən 2000-ci il idi, metrosunun çıxışında qəzetlər satırdılar və Ulu Öndər yaxınlaşdı, soruşdu, qəzetlərlə bağlı vəziyyət necədir, nətərdir, satış və eyni zamanda dedi ki, Səs qəzeti hanı, mənə bir Səs qəzeti ver. O satıcı da qəzet satan yadımdadır, bir cavan oğlan idi, aşağıdan Səs qəzetini çıxartdı, yəni üzdə deyildi, belə sərməmişdim. O da dedi ki, Səs qəzetini heç vaxt o aşağı görünməyən yerlə qoyma və hamı üçün bir nümunə olsun ki, Səs qəzeti həmişə üzdə olmalıdır, oxunmalıdır. Bu, dövlətçilik uğrunda mübarizə aparan bir qəzetdir və çox gözəl də qəzetdir. Yəni, onunla da deyim ki, Səs qəzetinə münasibəti formalaşdırdı cəmiyyətdə Heydər Əliyev. Demək istəyim, yəni qəzet bu formada davam edib, eyni zamanda Səs qəzeti Azərbaycan xalqının adından ziyalıların müraciətini Heydər Əliyevə ünvanlayıb və eyni zamanda Ulu Öndərin cavabını Səs qəzeti dərc edib o dövrdə, hansı ki 92-ci ilin oktyabr ayında həm Heydər Əliyevə qarşı güclü təzyiqlər var idi, həm Səs qəzetinə qarşı güclü təzyiqlər var idi və xalqın liderinə sevgisini çatdırıb və liderin xalq olan sevgisini çatdırıb və bu iki güc, iki tandemi bir-birinə birləşdirən vasitə olub Səs qəzeti. Ona görə də qəzet tarixi missiyanı yerinə yetirmiş
və öz dövründə cəsarətli qəzet kimi çıxış eləmişdi. Baxmayaraq ki, Səs qəzetində dəfələrlə hücumlar olub, baskılar olub, təzyiqlər olub, hətta silahlı hücumlar olub. Amma qəzet heç vaxt öz yolundan dönməyib. Qəzet çox saylı layihələr həyata keçirdi. Bilirsiniz, həm regionlarda sosial-iqtisadi inkişaf və problemlərlə bağlı uzun illər, 2005-ci ildən başlayaraq dərin masalar keçirdi, burada problemləri qabardı və problemlərin həllinə nail olub, onu sizə deyim. Eyni zamanda dərin masalar keçirdib redaksiyada və Azərbaycanın ictimai-siyasi xadimləri, kifayət qədər söz sahibləri bu deməli dərin masalarda iştirak edib və xüsusilə qeyd edeyim ki, multimedia diskləri hazırlayıb. Hələ 2006, 2007-ci, 2008-ci illərdə multimedia anlayışı və bu disk hazırlama anlayışı hələ təzə meydana çıxanda, məsələn, 2007-ci ildə Mehriban xanım haqqında bir Xoşməramlar Elçisi adlı biz disk hazırlamışdıq ki, o disk bütün Mehriban xanımın fəaliyyətini əks elətdirirdi. Həm yazılı formada, həm görüntülü, həm yəni video formatda bu diskə yerləşdirilmişdi və onun böyük təqdimatını elədik və ciddi də mən sizə deyim ki, bu disk qarşılandı və yaxşı da təqdir olundu, qarşılandı. Demək istəyirəm, yəni və böyük layihələr həyata keçirmişik. Ulu Öndərlə bağlı disklər hazırlamışdıq, müxtəlif deməli fəaliyyət dövrünü əhatə edən disklər hazırlamışdıq. Cənab Prezidentin fəaliyyəti ilə bağlı multimedia diskləri hazırlamışdıq və bunun hamısının böyük təqdimatlarını keçmişik. Demək istəyim, yəni qəzet təkcə qəzetçilik fəaliyyəti ilə deyil, eyni zamanda ictimai fikri formalaşdıran, ictimai fikirdə dövlətçiliyi sevdirən, Heydər Əliyev ideyalarını yaşadan layihələr də həyata keçirmişik və öz peşəkarlığı ilə səsçilər bu məsələdə öz imzalarını atıblar və kifayət qədər də böyük işlər görüblər, mən hesab edirəm ki. İndi Heydər Əliyevin Səs qəzetinə olan münasibəti bəlli idi. O deyirdi ki, bu mənim qəzetimdir, əziz qəzetdir. Məsələn, 20 yaşında, yəni 20 illik yubileyində Səs qəzetinin Cənab Prezident İlham Əliyev Səs qəzetinə bir təbrik məktubu ünvanlamışdı və orada əməkdaşları təbrik eləmişdi və eyni zamanda Səs qəzetinin bir neçə əməkdaşını mükafatlandırmışdı. Yəni, bu fərqli bir yanaşmadır, fərqli bir baxışdır. Demək istəyirəm, Azərbaycanda dövlət qəzetlərindən və yaxud da dövlət mediasından fərqli olaraq, yəni yeganə ola bilsin ki, belə nümunələr dövlət mediasında ola bilər. Yəni, xüsusi yanaşmalar, dövlət mükafatları və s. Amma yeganə qəzetdir ki, bu qəzet həmişə sevilə-sevilə anılır, sevilə-sevilə yaşı qeyd olunur, yubileyi qeyd olunur. Ona görə ki, Səs qəzeti bir məktəb yaradıb və bir dövlətçilik məktəbi yaradıb. Və yeni gələn jurnalistləri, bax, sizin kimi dövlətçilik və dövlətçiliyə xidmət yolunda belə deyək, praktik bilik verib. Siz necə ki, bütün jurnalistlər universitetləri qutarandan sonra onlar yalnız nəzəri biliyə malik olurlar və Səs qəzeti isə ikinci bir məktəb kimi, akademik, belə deyək, məktəb kimi praktika verir və eyni zamanda bütün jurnalistləri dövlətçilik ideologiyasında formalaşdırır və sevdirir. Və ona görə də qəzetə biz məktəb kimi baxırıq, dəyər kimi baxırıq. Sözsüz ki, qəzet dövrü artıq bitmək üzrədir. Bu tam bitən də deyil, mümkün deyil. Bütün dünyada bu praktika var ki, qəzetlər yaşayırlar, fəaliyyət göstərirlər. Hansı ki, bir dövlətin tarixində izi olan, yeri olan bir qəzet, mən düşünürəm ki, davam edir, davam eləyəcək də. Bütün dünyada da qəzetçilik praktikası var. Amma qəzet də müasir dünya ilə belə deyək, həm barışmalıdır, həm də dünyaya bir transfer eləməlidir. Məsələn, Səs qəzeti öz bazasında Səs TV yaradıb, Səs İnformasiya Agentliyi yaradıb, yəni SIA.az, SəsTV.az və 24 saatlıq efir verən televiziyada hansı ki, Səs TV və bugün
Azərbaycanda kifayət qədər sevilən bir televiziya kimi, internet televiziyası kimi fəaliyyət göstərir və deyim ki, qeyri-peş yayımı kimi də lisenziya almış bir televiziyadır və düşünürəm ki, bu televiziyanın fəaliyyəti biraz da gücləndirilməlidir və müasir dünyanın tələbləri ilə uyğunlaşdırılmalıdır və eyni zamanda agentlikdə bu formada fəaliyyət göstərməlidir. Yəni, qəzet inkişafdadır, onsuz da inkişafdadır. Qəzet məktəb yaradıb, məktəbi formalaşdırır, jurnalistləri praktik biliklə, belə deyək, bilik verir, formalaşdırır. Amma ondan əlavə də özünü də inkişaf elətdirməyə borçludur. Yəni, biz elə səs qəzetiyik və səsdə böyük bir, belə deyək, məktəb keçmiş bir qəzetdir deyə biz bundan barışıb, bundan razılaşıb, keçmişdə oturmaq lazım deyil. Biz inkişaf elətdirməliyik. Bəli, səs qəzetinin özü bugün ən müasir trendləri özündə cəmləyir. Məsələn, QR kodlarla, belə deyək, informasiyanı bir təhlili və yaxud da araşdırmanı QR kod vasitəsilə video xəbərin verilməsidir. Qəzet üzərindən video xəbərə baxmaq. Kim istəmirsə, yorulursa, əziyyət çəkirsə oxumaq üçün buyursun, telefonu yaxınlaşdıran kimi QR kodla yəni qəzetdə video araşdırmaya baxsın, video xəbərə baxsın və s. Demək istəyim, yəni bu qəzetin özü də onsuz da inkişafdadır. Bu da inkişafdan qalmayıb. Amma düşünürəm ki, qəzetə baxış da, qəzetçilik anlayışı da başqa cür, belə deyək, yozulur və yanaşma da fərqlidir. Bütün dünyada bu belədir. Söhbət Azərbaycandan getmir. Amma qəzetə bir dəyər kimi baxsaq, qəzetə bir məktəb kimi baxsaq, bəzən qəzeti saxlayıb, onun üzərində bu yenilikləri eləmək olar. Yəni, modern dünyaya qatılmaq üçün, qoşulmaq üçün, onun dünyanın tələblərinə cavab vermək üçün bu cür addımlar, yəni inkişafı qurmaq lazımdır. Yadımdadır, cənab prezident səs qəzeti haqqında Yeni Azərbaycan Partiyasının qurultayında belə bir fikir işlətmişdir ki, səs qəzeti bugün işləyir, fəaliyyət göstərir və düşünürəm ki, gələcəkdə modernləşəcək, daha da inkişaf edəcək. Mən Ulu Öndərin o fikirlərini həmişə səs qəzetində, fəaliyyətində əsas tuturam və ona görə də qəzetin inkişafını və eyni zamanda cənab prezident də 2011-ci ildə məktubunda qeyd eləmişdi ki, səs qəzeti köhnə ənənələrlə yanaşı, modern qəzet kimi fəaliyyətini davam etdirir və mən düşünürəm ki, bunlar bizim üçün tezisdir və iş fəaliyyətimizi və gələcəyimizi qurmaq üçün bu tezlər əsasında biz işimizi davam elətdirməliyik və bunu əsas tutmalıyıq əlimizdə. Düşünürəm ki, 35 illik yaşayan bir qəzet həm modern qəzet kimi, həm də ənənələrə hörmət edən oturuşmuş bir dəyər kimi özünü təsdiq edib və böyük bir məktəb keçib. Səs qəzetinin üzərində Yeni Azərbaycan Partiyası kimi böyük bir partiya qurulub və bugün bu partiya deyərdim ki, ölkənin ən sevilən və monolit bir partiyasıdır və bu da uzun illərdir ki, dövlətçiliyə xidmət edən, iqtidarda olan, yəni Yeni Azərbaycan Partiyasının sədri cənab prezidentdir bugün və o dövr içində onun, belə deyək, yaradıcısı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndərdir ki, məhz səs qəzeti vasitəsi ilə hələ heç bir qəzet olmayanda, yəni və Yeni Azərbaycan Partiyası olmayanda onun ideyasını yaradan məhz o dövrün adamları səs qəzetində bunun təşkilatlanma prosesini, yaranma prosesini həyata keçirdiblər. Və ona görə də qəzet bir dəyərdir. Qəzet vaxt olub ki, 35 min, 40 min tirajla çap olunub, yayılıb, əl-əl gəzib səs qəzeti. Ona görə ki, o dövrdə Heydər Əliyevin sözünə ehtiyac var idi və xalq hərəkatı dönəmində Heydər Əliyevin adını çəkən və heç nədən qorxmadan bu prosesi həyata keçirdən və burada vasitəçilik eləyən məhz səs qəzeti idi. Ona görə də o sevilirdi. Azərbaycan xalqı o dövrdə tələb eləyirdi Heydər Əliyevin hakimiyyətə qayıtmasını. Bilirsiniz, yaratmaz Ağca Müsavat hakimiyyəti, eyni zamanda ondan qabaq Ayaz Mütəllibov hakimiyyəti
faktiki olaraq Azərbaycanı dağılması prosesinə yaxınlaşdırmışdı və gətirib çıxartmışdı və daha həqiqətən də Azərbaycan müstəqilliyə qovuşsa da, amma artıq dağılırdı. Bu dövrdə Heydər Əliyev lazım idi xalqa və xalq da Səs qəzeti vasitəsilə və o dövrdə öz fikirlərini Heydər Əliyevə çatdıra bilirdi. Demək istəyirəm, söz deyə bilməyən, o dövrdə nə televiziyalar söz deyə bilirdi, yəni Ulu Öndərin adını çəkə bilirdi. Yəni o dövrkü hakimiyyət, indi baxmayaraq ki, demokratiyadan danışırlar, o dövrkü hakimiyyət çox ciddi, belə deyək, embarqolar qoymuşdular. Ona görə də asan deyildi. Məhz ona görə Səs qəzeti bir döyüşkən qəzet kimi də, eyni zamanda bir döyüşkən ruhu da var qəzetdə və onda müasir dövrdə də biz həmişə bu dövlətçilik uğrunda mübarizədə biz bunu davam elətdiririk. Yəni, həmişə ədalətin carçısı olmuşuq. O dövrdə də ədalətin carçısı olmuşuq. Bütün dövrlərdə əgər ədalətsizlik olarsa, bir dövlət qurumu və yaxud da ki, bir dövlətə qarşı olan hər hansı bir qüvvə bir baş qaldırarsa, Səs qəzeti həmişə özünü bu qüvvələrin qarşısında göstərir. Demək istəyirəm, yəni, bu mübarizlik qalıbdır, mübarizlik əzmi qalıbdır Səs qəzetində. Və düşünürəm ki, qəzetin ətrafında yüzlərlə, minlərlə insanlar var, qəzeti sevənlər var və həmişə bu yubiley ərəfəsində, ad günü ərəfəsində mənə yüzlərlə, minlərlə bütün sosial şəbəkələrdən və s. və eyni zamanda mənim telefonlarıma, nömrələrimə çoxlu təbriklər gəlir və düşünürəm ki, Səs qəzeti hələ də sevilir, Səs qəzeti hələ də yaşayır, öz o ağırlığını qoruyub, saxlayıb və sevinirəm ki, bugün qəzet eyni zamanda gəncləşir. Gənclər kifayət qədər bu media qrup formasında artıq biz fəaliyyət göstəririk. Yəni, o köhnə qəzetçiliyi ənənəsindən çıxmışıq. Ənənə, köhnələrə hörmət eləmək, köhnə ənənəni yaşadaraq biz yeni bir dünyaya yeni trendlər gətirmişik və media qrup olaraq biz fəaliyyət göstəririk. Mən onu da qeyd elədim bayaqları. Eyni zamanda sosial şəbəkələrdə bugün Səs qəzetinin ətrafında olan, yəni Səs media qrupu çox fəaldır, çox oxuculara auditoriyası var və mən düşünürəm ki, bu bayram ərəfəsində elə bizim bütün oxucularımıza, izləyicilərimizə, televiziya vasitəsilə, agentlik vasitəsilə, sosial şəbəkə izləyicilərimizin hamısına minnətdarlıq eləyim ki, onlar bizlə bir yerdə 35 il yaşayıblar. Yarısı sonradan qoşulub, yarısı bizlə bir yerdə gəlib, yarısı lap son vaxtlar baxıb, sevə-sevə bizim izləyici auditoriyasına qoşulublar. Ona görə də düşünürəm ki, elə bu 35 illik yubiley həm də onlara bir təbrik yubileydir. Mənə gələn təbriklər həm də bizim auditoriya, bizim oxucularımıza, izləyicilərimizə gələn təbriklərdir. Mən də elə fürsətdən istifadə edib bütün həmkarlarımı, bütün əməkdaşlarımızı, bütün səsin veteranlarını və bütün kollektivini, eyni zamanda səs ətrafında olan bütün oxucularımızı mən bu gözəl bayram münasibəti ilə, yəni yubiley münasibəti ilə təbrik edirəm, uğurlar arzulayıram. Əminəm ki, səs elə uzun illər səsini, sözünü deyəcək.